Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm. Həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnar Rəhimov Tambovski. Cahil insanla axmaq insan arasında olan fərq nədir? Cahil insan bilgi və bacarıq əskikliyindən əziyyət çəkir. Lakin bilə bilər, öyrənə bilər, bacarıqlarını inkişaf elətdirə bilər, vərdiş yarada bilər, sorğulaya bilər, maraq göstərə bilər. Lakin axmaq adam isə təkcə bilik və bacarıq əskiliyindən əziyyət çəkmir. Onlar var öz yerində. Amma başqa bir şey də var. Bir qayda olaraq güclü insanların dayatdığı, sadələşdirilmiş propagandaların təlqin etdiyi fikirləri sorğusuz, sualsız qəbul edən eyni zamanda insandır. Dəyişmə dirənən insandır. Öz düşüncələrini və davranışlarını uzaq perspektivdə nəticələrini göz ardı edə bilən insandır. Başqalarının baxış bucaqlarını rədd edən insandır. Yəni, özünü inkişaf etdirməyən bir insandır. Rigid, qalıcı, kristalizə olunmuş dəyərlərlə yaşayan bir insandır. Halbuki dünya dəyişir, insanlar da dəyişir və bəzən biz adaptasiya olunmalıyıq. Yəni, axmaqlıq cəhalətdən daha təhlükəlidir və daha dərin bir qavramdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.